Uşaqlar, bugün səhifə 41-də yerləşən mövzunu izahını verəcəm. Təzdən verməli oldum, çünki o birisi videoda effekt zəif idi. AOM qonşudur. Hansı? AOM-ə qonşu olan hansıdır? Baxırıq. Bura AOM-dir. Buna qonşu oldu ki, 180-ə tamamlansın. Hansı tamamlanır? AOM. AOM və digərini tapırıq. AOM-ə qonşu olan hansı digər bucaqlar? MOB. Keçirik ikincisine. BOD. Qarşılıqlı odur ki, qarşı-qarşıya olan hansı bucaqdır? BOD-yə qarşı bucaq hansı olur? AOC. Keçək üçüncü. MOD qonşu olan. MOD-yə qonşu olan baxırıq. MOD-dir. Buna qonşu olan, yəni 180-ə tamamlandı. Belə götürəndə hansı olur? MOD-yə qonşu hansı oldu? NOD və digər qonşusunu tapırıq. Uşaqlar, MOD-yə daxı. MOD-dir. Buna qonşu olan indi bu tərəfdən keçirik. Hansı olur? COM. Dördüncüsünə baxırıq. AOM ilə qarşılıqlı odur ki, qarşı-qarşıya olsun. Buna qarşılıqlı olan bucaq budur. AOM-ə qarşı olan hansıdır? NOB. Keçək beşinciyə. AOM 38 dərəcədir. Demək, burada 38-dir. Dedik, qarşı-qarşıya bərabər olur. CON 72-dir. Uşaqlar, baxın, açıq bucaq yarandı. Bunun cəmi 180 eləməlidir. 72 ilə 38-i toplayanda 110. 180-dən də 110 çıxanda demək, bura nə etdi? 70. Demək, burada 70-dir. Qarşısı bucağı da 72-dir. Digər bucaqları tapın və tapdıq. Keçirik. Bildinizdə uşaqlar. Biri 38-dir. Üzərinə gələn 72. 110 elədi. 180-dən də 110-u çıxırıq. 70. Demək, bura 70-dirsə, burada 70. Bura 72 desəm, burada 72 olur. Bura 38-sə, burada 38. Все, təyin elədik. Keçirik 6-cıya. Altıncıya baxırıq. BOD
Bura 42'dir. MOD böyükdür AOM-dən 16 dərəcə. AOM onda x-dırsa, bura nə olur? MOD nəyə bərabərdir? X toplu 16. X götürsəm, bura nə eləyir? X toplu 16. Gördünüz, açıq-bucaq yaranır. Bunun üzərinə bunu gəlir və bunun üzərinə onu gəlir 180-ə bərabər. X üstə gəlir 16. Üstə gəlir 42 bərabər nə 180. 2x bərabərdir. Bundan bunu toplayanda 58, 180-dən də çıxıram. 58-i x da bərabərdir 61-ə. Bura 61 olursa, bu da x topla 16 idi. 61-in üzərinə də 16 gəlirəm, 77. Bura nə etdi? 77. Burada 77 olur. Bura 42 ise burada 42 olur. Burada 61 ise burada 61 olur. Tüm deyilənləri tapdıq. AO M'i soruşurdu. 61 oldu. MOD'den 77. Bu 61. Bu 61. Bu da 77. Keçirik POK 2016'ya bax. POK 51'dir uşaqlar. KOG 129'dur. Demək burada 129'dur uşaqlar. Və 51 ise burada 51 olur. Hansı fikir doğrudur? Yəni bura baxın, açıq-bucaq yaranır. Bunların toplandığı yeri nə olmalı? 180. Demək bu doğrudur. POK GOL-lə qonşudur. Qonşudur. Xeyr, qarşılıqlı bucaqdır. POK POL-lə qonşudur. Bəli, qonşudur. Ancaq bu deyil, qarşılıqlıdır. Xeyr, səhvdir. POL KOG bərabərdir. Bəli, qarşı-qarşıya deyəndə biz nə başa düşürük? Bərabərlik. Keçirik. GOL POL bunlar bir yerdə nəyə bərabərdir? 180'ə. Demək bu da doğrudur. Keçirik 17'yə. 17. Baxırıq. Deyir ki, AOB-nin və COD-nin toplamı yeri 116'dır. Uşaqlar, burada demək x-dır, burada x-dır. Çünki bərabərlik yanır. 2x bərabərdir 116'ya. X də bərabərdir 58. Demək, bura nə düşdü? 58. Burada 58. İndi AOC-ni soruşur. Yəni, buranı soruşur. Neyin? Bu açıq bucaqdır. 180'dən çıxırıq 58'i. Bura nə elədi? 122. AOC nə oldu? 122. Keçirik ikincisine. AOC BOD
Bu da yine qarşılıqlı bucaqdır. Demək 2-yə böləcəyin 124 alındı. Bunun qonşusu necə olur? 180-dən 124-ü çıxıram. 56. Demək, bura nə etdi? 56. Demək, burada 56. COD-ni soruşur uşaqlar. COD nə olacaq? 56. AOC böyükdür 38 dərəcə COD-dən. COD-ni biz x götürürük. Baxın, bura x-dir. AOC isə x topla nə olacaq? 38. Demək, bura 71 olanda tək x-imizdə 71 tapdıq. Bura nə olur? 109. AOB nə oldu? 71. BOD 109. On yeddiyə baxıraq. BOD deyir ki, BOD böyükdür COD-dən 2 dəfə. Buranı x götürəndə, buranı x götürəndə bu 2x olur. Çünki bura 2 olur, bura 1 olur. Yəni x-larla 1x-dir, bu da 2x-dir. Deyir ki, BOD COD-dən 2 dəfə böyükdür. İndi biz bilirik ki, bu açıq bucaqdır. Tapırıq. 2x üstə gəl. X bərabərdir 180-ə. 3x bərabərdir. X bərabərdir 60. Demək, bu 60 olanda bu 120 olur. Demək, burada 120 olur. Bura isə 60 olur. AOB 60 oldu. AOC 120 oldu. Geçirik. Bu bucaqla bu bucaq bərabərdir. 2x çıxılsın 17 bərabərdir 115. 2x bərabərdir 115 üstə gəl 17. 2x bərabərdir 132'ye. O da 66. X'imizi nə aldıq? 66 aldıq. Keçirək ikincisine. Bu bucaqların biri də cəmi nəyə bərabərdir? 180'ə. 5x üstə gəl 7 üstə gəl 2x topla 5 bərabər nəyə? 180. Açıq bucaqda 180'dir. 5x-lə 2x toplayanda 7x üstə gəl 7 ilə 5'i toplayanda 12 bərabər 180. 7x bərabərdir 180'dən çıxırıq 168 aldı. 12'ni çıxırıq. X də bərabərdir 2 dəfə 24 etməlidir. 24. Keçirək üçüncü. Bu da yine açıq bucaqdır uşaqlar. Bu bucaq buna bərabər toplamı 180'dir. Yəni 5x topla 3 üstə gəl 52 bərabərdir 180'ə. 5x var. 52'dən 3'ü toplayanda 55 eləyir. 180'dən çıxıram 55'i. Ne etdi? 125. X də bərabərdir 25'ə.
19. Deyək ki, düz xətt kəsişir. Təsvir olunan bütün qarşılıqlı bucaqların dərəcə ölçüsünü tapın. Demək, biz bütün bucaqları tapmalıyıq. Bu nədir? Yine açıq bucaqdır. Yəni, bununla bunu toplayıb 180-ə bərabər edirik. X topla 12, üstünə gəlirik. 4x topla 18 bərabərdir 180-lə. X-ları toplayanda 5x, üstə gəl 12 ilə 18-i toplayırıq 30 bərabərdir 180-ə. 5x bərabərdir 150, x da bərabərdir 30-a. 30'dur. Gətirib yerinə qoyuruq. X-imiz nə oldu? 30. Onda 42 alınır. X-imizi nə aldıq? 30 aldıq. 30'u vururam 4'ə 120. Üstünə də 18 gəlirəm. 138. Demək, bu 138 ise burada 138. Burada 42 ise burada 42 alınır. Qarşılıqlı bucaqları 42 və 138'dir. Keçirik ikincisinə. Yine bu açıq bucaqdır. Bunların toplamı 7 nəyə bərabərdir? 180-ə. 3x topla 10 üzərinə gəlirəm. 5x topla 50 bərabərdir 180-ə. 3x ilə 5x'i toplayıram 8x. 10 ilə 50'ni toplayıram 60 bərabər nəyə? 180-ə. 8x bərabərdir 60 bu ilə keçir 120 alır. X da bərabərdir 1, 15. X-imiz nə oldu? 15. Gətirib yerinə qoyuram. 3'ü vuram 15. 45 üstünə də 10 gəlirəm 55. 5'i vuram 15'ə 75 üstünə də 50 gəlirəm 125. Demək, bura 125'dirsə, burada 125 olur. Bura 55'dirsə, burada 55 olur. Misalın özü səhvdir uşaqlar. Görün, heç açıq bucaq 55 ola bilər. Bax, buna açıq bucaq deyirik. 55 ola bilər. İti bucaq heç 25 ola bilər. Misalın özü səhvdir. Yəni, siz də belə yazarsınız. Eybi yox. Sağ olun uşaqlar. Bu qədər.